Bugün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə Bakıda iş yoldaşının qətlində təqsirləndirilən Şahlar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Dövlət ittihamçısı çıxış edərək Şahlar Ağayevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istədi. Müdafiə vəkili çıxış üçün vaxt istədiyi üçün növbəti proses 12 yanvar tarixinə təyin olunub. Xatırladaq ki, 2024-cü il mart ayının 14-ü saat 14:00 radələrində paytaxtın Yasamal rayon ərazisində 1992-ci il təvəllüdlü Pünhan Fərzalının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzalını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi qəsdən adam öldürməklə cinayət işi başlanıb. Şahlar Ağayev şübhəli şəxs qismində tutulub.